Aha. Gəlin dostlar, indi biz deməli tanış olaq bu bölmənin sual izahları ilə. Hı -hı. Deməli, mayələrin və bərk cisimlərin xassələri bölməsinin sual izahlarına yerdə baxaq. Həqiqətən görəcəksiniz ki, sadə suallardır, çətin bir şey yoxdur. İndi baxın. Qaynama, böhran, buradan sonra gəlir də bu. Baxın, mayələrin səthi gəlmə qüvvəsi, islatma hadisəsi. Deyir ki, maddə hansı aqreqat halında olanda onun formasını dəyişmək çox asan, həzmini dəyişmək çox çətindir. Baxın, bunu necə anlamalıyıq? Deyir ki, formasını dəyişmək asandır, amma həzmini dəyişmək çətindir. Məsələn, bu maye halına uyğun gələrmi? Sizə nə fikirləşirsiniz? Mayələr həcmlərin saxlayırlar, düzdürmü? Amma formaların saxlamırlar. Razısınız məndən? Bəli, müəllim. Aha. Ona görə gəlin baxın bunu özümüz düşünərək həll eləməyə çalışaq. Deməli, maye, bərk, qaz. Ona görə bizim burada cavabımız nə olacaq? A variantı. Səthi gəlinmə qüvvəsinin qüvvə deyirsə, sigma L-dir. Səthi gəlinmə əmsalını əsas vahidlərlə deyir, göstərin. Səthi gəlinmə əmsalı sigma bərabər F böl L, yəni Newton böl metr. Newtonun da yerinə kiloqram vur metr böl saniyə kvadratı yazsaq, düzdür? Nə eləyəcək? Deməli, kiloqram vur metr bölünsün saniyə kvadratı. Bu da nə eləyəcəyiz dostlar? Metrlər getdi, kiloqram böl saniyə kvadratı. 5-ə baxın, 5-ə baxın. Deyək ki, maye tam isladandır 0 dərəcədə. İsladan mayenin səthi hansı formada durur? Baxın, gəlin buna baxaq. İsladan mayenin səthi. Bu, baxın, bu formada durur. Çünki bucaq burada nə olmalıdır? İti bucaq olmalıdır. B variantı. İslatmayan mayenin fikir versəniz, səthi hansı formada olur? O da Y bəndinə uyğundur. Bəli, belə bir toxunan çəkəndə kənar səthinə görürsünüz, kör bucaq əmələ gəldi. Vəssalam. Məsələn, 8-ə baxaq. Joule nədir? Joule-ün yerinə Newton vur metr. Bölünsün metr kvadrat. Metrlər getdi. Newton böl metr. Bu da elə F böl L. Səthi gəlinmə əmsalına uyğun gəldi. Baxın, görürsünüz, bunlar asandır. Gəlin ona baxaq. Onda nədir? Deyir ki, ortasına sap bağlanmış. Sabun pərdəsi örtülmüşdür. Məftilin A nöqtə və B nöqtəyə təsir edilən səthi gəlinmə. A-ya təsir eləyən səthi gəlinmə aşağıdır. Çünki sigma L-dir. Amma fikir ver. B nöqtəsində sap hara doğru meyl eləyib? Yuxarıya doğru. Deməli, burada sapı yuxarıya doğru meyl etdirən səthi gəlinmə qüvvəsi sigma L yuxarıdır. Deməli, B-də yuxarı, A-da aşağı. Deməli, B bəndi oldu. Fikrim aydın oldu mu? Baxın, buna diqqət edin. Əgər sap aşağı doğru meyl eləsəydi, onda bunun səthi gəlinmə qüvvəsi arxar olacaqdı. Bunun sigma L-i də aşağıya olacaqdı. Fikrimi izah edə bildim? Bəli. Bura aydın oldu hamıya? Aydın. İndi gəlin baxaq 11-ə. Nə deyir 11-də? Deyir ki, maye hansı qabda maye ilə bərk cisim molekulları arasındakı qarşılıqlı cazibə qüvvəsi mayenin öz molekulları arasındakı cazibə qüvvəsindən böyükdür. Bu isladan mayeyə xasdır da 1. İsladan mayedə nədir? Maye ilə molekul arasındakı cazibə qüvvəsi mayenin molekulundan böyük olanda həmin o maye molekulu nə edir? Bərk cisimə keçir və bərk cisim islanır. İnşallah ki, burada aydındır. Problem var mı nəsə? Məsələn, islatmayan mayedə isə molekullar arasındakı cazibə qüvvəsi bərk cisimlə molekul arasındakı cazibə qüvvəsindən böyük olur. Molekullar arasındakı cazibə qüvvəsi böyük olur deyə həmin o molekul bərk cismin tərkibinə keçmir. Vəssalam. İndi gəlin baxaq 12-yə. Tərəfi 10 sm olan kvadrat şəkilli lövhə sabun məhlulun səthinə toxunur. Lövhənin məhlulun səthindən ayırmaq üçün, baxın, lövhənin məhlulun səthindən ayırmaq üçün bu lövhəyə bir mg ağırlıq qüvvəsi təsir göstərirmi? Mg. Düzdürmü? Bir də mayenin səthində buna sigma L təsir göstərirmi? Problem var mı bura qədər? İkisinin cəminə mən ayırmaq üçün
bu iki qüvvəyə qalib gəlmək lazımdır. Düzdürmü əziz dostlar? Sual var bura qədər nəsə? Yoxdur müəllim. İndi baxaq. Sadəcə burada elin yerinə kvadrat şəkilli lövhə deyir deyə el daxı uzunluqdur axı. Ona görə nə yazmalısınız? 4A yazmalısınız. Fikrim aydın oldu yoxsa yox? Aydın oldu müəllim. Hə. Əla. Onda F bərabər olacaqdır. MJ üstə gəlinsin, sigma vurulsun 4A. İndi bunda hamısının yerinə yazmaq olar. İstəyirsinizsə yazım, istəyirsinizsə hesablama qalsın. Çox vaxtımızda getməsin. M-i verib 10 qram, 1000-ə bölərsən kiloqram eləyəcək. Sigmanı veribdir. Tərəfi də 10 santimetr eli veribdir. 100-ə böləcəksən 0 tam neçə eləyəcək? Onda 1 metr eləyəcəkdir. Hamısını hesablayacaqsınız. İndi 13-ə bax. Radiusu 5 santimetr olan kütləli dairə şəkilli lövhəni ayırmaq üçün nə olacaq onda? Yenə eyni düsturdur. F bərabər mj üstəgəl sigma L. Amma bu dəfə mj üstəgəl L-in yerinə nə qoyacaqsan? Dairə şəkilli deyir axı. Onun uzunluğunu qoyacaqsan 2πr. Deyin görün başa düşdünüz bu dediyimizi. Bu qədər hamıya aydın oldu mu? Bəli. Bəli. Əla. Əla. Buranın suallarını bitirdik. İndi gəlin keçək kapillyarlıq prosesine. Kapillyar burada qalxan mayenin hündürlüyü nə ilə təyin olunur? 2 sigma böl rho r. H r-dən tərs aslıdır. Elə düstura görə. Kapillyar burada qalxan mayenin kütləsi r-dən necə aslıdır? M-i bizdən soruşur. M-in düsturuna baxaq. M-in düsturu nə idi? P bölünsün J. Bəli, P-nin də yerinə 2 sigma. Deməli, sigma vurulsun 2πr. Deməli, M-lə R necə asılı oldu? Düz asılı oldu. Vəssalam. M sigmadan necə aslıdır? Düz aslıdır. Düsturu bir daha bura yazıram. M bərabər oldu. Sigma vurulsun 2πr bölünsün J-yə bərabər oldu. Baxın, görürsünüz hamısı düsturlardır. Sigma πd bölünsün J, bu da kütlədir. Niyə? Bayaq yazdıq axı. M bərabərdir. Sigma vurulsun 2πr böl J. Radiusda diametrin yarısıdır. R-in yerinə D bölünsün 2 qoyanda 2'lər gedir, qalır nə? Sigma πd böl J. Təkrar üçün yazıram. Kapillyar burada qalxan mayenin çəkisi elə F-ə bərabər olmuşdu. F də sigma L idi. Xatırlayırsınızsa L-in də yerinə 2πr yazmışdıq. Əla. Qalanlar düsturdur. 2 sigma bölünsün R nədir? Təzyiqin düsturudur. Əriz sətin düsturudur. Nə deyir? Gəlin baxaq. Hansı ifadələr doğrudur? Amorf bütün demək bizə dəqiqə kapillyar, hə. Bütün amorf cisimlər anizotropdur. Xeyr. Bütün amorf cisimlər izotropdur. Səthi gəlimə qüvvəsi mayenin səthinin sayəsini böyütməyə çalışır. Xeyr. Səthi gəlimə qüvvəsi əksinə sahəni kiçiltməyə çalışır. Bütün kristal cisimlər izotropdur. Xeyr. Kristallar bölünür axı mono və poli deyə. Kapillyar boruda qalxan mayenin kütləsi borunun radiusuna düz mütənasibdir. Bəli. Zaten fikir ver, düstur burada var. M R-dən necə aslıdır? Düz aslıdır. Vəssalam. Kapillyar borunun radiusunu 3 dəfə artıranda qalxan mayenin hündürlüyü nə eləyər? 3 dəfə azalar. Səbəbini də bura yazaq. H bərabər 2 sigma bölünsün rho J R düsturuna görə tərs aslıdır. Deyir ki, daxili diametri 10^4 mm kapillyar boruda qalxan mayenin çəkisi 36 mikronewtondur. Mayenin səthi gəlimə əmsalını tap. Bax indi. Çəkinin düsturu P bərabər F, o da sigma L, radiusu yerinə yazanda sigma pi D. Hamısını yerinə yazmaq lazımdır. 36 mikronewtonun üstü -6'dır. Sigmanı bizdən soruşur. Pi-ni verib 3. İndi millimetri metrə çevirsəm nə etməliyəm? 0,4 vurulsun 10 üzəri -3 yazmalıyam, yoxsa yox? Problem var mı burada? 3'ü 10^4'ə vursaq neçə eləyəcəkdir? 1,2 10 üzəri -3. Təbii ki, vur sigma var. Burada 10 üzəri 3-dən 10 üzəri 6 getsə burada qalacaq. 36 vur 10 üzəri -3 qalacaqdır. Bərabərdir. Sigma buradan deməli 36-nı 1,2'yə böləndə 0,3 burada 10 üstü -3 var deyə 0,3 B bəndi. Bura qədər bir sual ümid edirəm ki, yoxdur. Məsələn, 12'yə baxaq gəlin, 12'yə baxaq.
Deyir ki, su 2 santimetr hündürlüyə qalxır, suyun səthi gəlmə əmsalı 70 milli-newtondur. Diametrini hesablayın. Hündürlüyə qalxırsa, H-ın diametrindən düsturu nə oldu? 4 sigma bölünsün, 4 sigma bölünsün rho j d. Və bizdən diametr istəyir. Onda diametr d nəyə bərabər oldu? 4 sigma bölünsün rho j h. Bax, hamısını veribdir, bax sualda. Hündürlüyü verib, bunu verib, hamısını veribdir. Hesaplayarsınız bunu da çox vaxt getməsin. Yenə fikir ver, 13 də eynidir, 14 də çəkini verib diametri deyir tap, eyni düsturdur. P bərabər sigma pi D eləyəcəksiniz. İndi gəlin baxaq 15-ə maraqlı sual oxşuyur. Şagulu aşağı yönəlmiş. Gənclər, A təcillə aşağı yönələndə H bərabər oldu 2 sigma bölünsün, rho vurulsun, J çıx A erə. J-ni verib 10, A-nı verib 5. Gətirib yerinə yazdığımız zaman H elədi, 2 sigma vurulsun, bölünsün, rho. 10-dan 5 çıxanda 5 R. Baxın, bu aşağı yönələn təcillə olandadır. Sonra deyir ki, lift dayanarkən H nəyə bərabərdir? Bax, ərinmirik yazırıq. Rho J R. J-ni 10 verir baxı. Gətirib yerinə yazsan nə olacaq? 2 sigma bölünsün. Rho vurulsun 10 R. İndi bax, aşağı gedəndə məxrəc 5 dənə rho R-dir. Dayananda 10 dənə rho R-dir. Dayananda məxrəc neyiniyibdir? 2 dəfə artıb. Məxrəc 2 dəfə artanda hündürlük neyniyər? 2 dəfə azalar. Çünki hündürlük məxrəc artanda kəsirin qiyməti neyniyir? Azalır. Bura aydındır? Sual var? Aydındır müəllim. Hamı başa düşdü mü? Müəllim. Əla. Aha. İndi məsələn, gəl element birinə baxaq. Elə mayenin kütləsinin hündürlüyünü soruşur. Deyir ki, ortaq şeyləri, ortaq gələnləri tapın. Səthi gəlmə əmsalindən düz mütənasib. Bax, gəl düsturları yazaq, sonra rahat olsun. M-in düsturu nə oldu? Sigma 2πr böl J. H-ın düsturu nə oldu? 2 sigma bölünsün rho J R. Deyir ki, səthi gəlmə əmsalına düz mütənasibdir. Baxıram ki, M də bundan düzdür, H da bundan düzdür. Deməli, 1 ortaya getdi. Borunun diametrindən tərs mütənasibdir. Baxın, hündürlük R-lə tərsdirsə, avtomatik diametrindən də tərsdir. Deməli, 2-yə 2 getdi. Mayenin sıxlığı ilə tərs mütənasibdir. Baxıram, deməli, H sıxlıqla tərs mütənasibdir. Onda 3-də 2-yə getdi. Borunun diametrindən düz mütənasibdir. Baxın, kütlə radiusla düzdürsə, diametrindən düzdür. 1-ə 4 getdi. Gravitasiya sahəsinin intensivliyi ilə tərs mütənasibdir. Bu da, deməli, hər ikisində də tərslik varmı? H da J ilə tərsdir, M də J ilə tərsdir də. Onda bura 5 getdi. Deməli, 1-ə uyğun gəldi 4, 2-yə uyğun gəldi 2, 3, 1-ə uyğun gəldi bu. O deməli, 18-in cavabı nə oldu gənclər? C variantı. Başa düşdünüz? Bəli. Əla. İndi gəlin 20-ni həll eləyək. Deyir ki, suyu qızdırdıqda səthi gəlmə əmsalı 25 milli-newton qədər azaldı. Qədər deyirsə yazırsan. Sigma 1 çıx sigma 2 bərabər 25 milli-newton böl metrə. Azalıb deyil axı, birdən 2-ni çıxıram. Hündürlüyü də 1,5 dəfə azaldı. Onda H2 böl H1 bərabərdir 1 bölünsün 1,5-ə. Çünki azalma deyir. 1 bölünsün yazmalıyam. Bəli. İndi H bərabərdir 2 sigma böl rho J R düsturuna görə H-la sigma düz asılıdır. Deməli, elə sigma 2 böl sigma 1 də bu ifadəyə bərabər imiş. Buradan sigma 1 tərəf-tərəfə vursam nəyə bərabər oldu? 1,5 sigma 2-yə. Bu sigma 1-i gətirib yuxarı tənlikdə yerinə yazanda olur 1,5 sigma 2 çıx sigma 2 bərabər 25. 0,5 sigma 2 bərabər 25. Buradan sigma 2 elədi 50. Amma bizdən nəyi soruşur? Başlanğıcı soruşur. Onda sigma 1 çıx 50 bərabər 25-dirsə, buradan birinci qiymət neçə elədi? 75 milli-newton bölünsün metr etmiş oldu. İndi 21-ə baxıram. Suyun həcmin deyir tap. Həcmin düsturu nədir? M böl rho.
Yəni kütlənin düsturu sigma vurulsun 2 pi r böl j, rho-ya da böləndə rho gəldi məxrəcə. Baxın, hamısını veribdir sualda. Day, vaxt getməsin, ədədləri özünüz yazarsınız. Sual varmı bura qədər? Hər şey qaydasındadırmı? Bəli, müəllim. Əla. İndi gəlin baxaq 23-ə. Nə deyir? 2 kapilyar boru şüşə maye daxil edir. Bu borularda qalxan mayenin hündürlükləri arasında hansı münasibət doğrudur? Bax indi. H-ın düsturunu tələsmədən yazırsan, 2 sigma bölünsün rho j r. Düzdür? Baxın, dairəvi sağ en kəsik verilib bizə silindrikdir. Onda s bərabərdir pi r kvadratı. Burada sahə s-dir, burada 4s-dir. İndi bax, sahə s olanda radius r kvadratdırsa, sahə 4s olanda deməli radius nə eləyib burada? 2r eləyib, düzdürmü? Yəni belə də bilə bilərsiniz. Birincisinin sahəsi s olanda radiusu 1 olubsa, onda sahə 4s olanda radius deməli neçə olubdur uşaqlar? 2 olubdur. Düzdür? Yəni birincinin radiusu r-dirsə, ikincinin radiusu 2r-dir. H da r-dən necə asılıdır? Tərs. İkincinin radiusu, yəni r2 bərabər 2r1-dirsə, r2 bərabər 2. Hətta sizə bunu bölüm göstərim sizə. Ehtiyac var bu r2, 2r1 hardan gəlir? Bölüm göstərim sizə nisbətlə. Ehtiyac var? Yox, mənim ehtiyac yox. Aha. R2, 2r1-dirsə, hündürlük bundan tərs asılıdır. H1, 2h olacaq 23a bəndi. Vəssalam. Vəssalam. Burada görürsünüz, başqa bir şeyə ehtiyac qalmadı. İndi gəlin baxaq 25-ə, çünki bu 24-ə bayaq kimidir. Deyək ki, radiusu 3 dəfə böyük olan və eyni materialdan hazırlanmış kapilyar boru ilə əvəz etdikdə qalxan mayenin hündürlüyü 6 sm azalır. 6 sm azalma o deməkdir ki, H1 çıx H2 6-dır. Radiusu 3 dəfə böyük. Radius 3 dəfə böyük deyirsə, deməli R2 böl, bax 2 bölü 1 nəyə bərabərdir? 3-ə bərabərdir. Bax, bu durdu burada. İndi bax, H-ın düsturunu bilirsən. Ta dəfələrlə yazdıq. 2 sigma bölünsün rho j r. H-dən tərs asılıdır. R2 bölü R1 3-dürsə, deməli H1 bölü H3-ə bərabərdir. Tərs asılılığa görə. Buradan tərəf-tərəfə vuranda H1 bərabər elədir nə? 3 dənə H2-yə. Düzdür? Gətirək yerinə yazaq. Deməli, H1-in yerinə bura yazıram. 3 H2 çıx H2 bərabər 6. 2H2 bərabər 6. H2 neçə elədi? 3 elədi. Düzdür? H2 3-dür. Amma bizdən H1-i soruşur. Onda H1 çıx 3 bərabər 6-dırsa, buradan H1 neçə oldu? Bizdən soruşduğu cavab 9 olmuş oldu. Vəssalam. Görürsünüz, eyni düsturlardır. 26-da bunun kimidir. İndi baxaq. Deyir ki, R olanda 10 santimetrə qalxıbsa, 2R'dən olar. Baxın, yenə gəlin asıllıq quraq. H bərabər 2 sigma bölünsün rho j r. H R'dən tərs asılıdır. R olanda 10 santimetrə qalxıbsa, 2R olanda radius 2 dəfə artanda hündürlük nə inir? 2 dəfə azalır deyə 5-ə qalxmış olar. 5 santimetrə. Aydındır? Məncə burada bir problem yoxdur. İndi gəlin baxaq 28-ə. Deyir ki, radius R olanda kütlə 10-dursa, 2R'də kütlə nəyə bərabərdir? Kütlənin düsturunu bir daha yazıram. Sigma vurulsun, 2 pi R bölünsün J, M-lə R düz asılıdır. Radius R olanda kütlə 10 qramdırsa, radius 2R olanda kütlə radius 2 dəfə artıb, M-də R-dən düz asılı. Deməli, bu da 2 dəfə artıb neçə olacaq? 20 qram olacaq, cavab 20. İndi gəl 29-a baxaq. Deyir ki, çəkisi nəyə bərabərdir? Çəkinin düsturu sigma L, yəni sigma vurulsun 2 pi R. Çəki R-dən düz asılıdır. Radius R olanda çəki 2 Newtondursa, deməli, 2 R olanda, üzr istəyirəm, 2 Newtondursa, radius R olanda 2 R-dən R-ə gələndə radius nə inib? 2 dəfə azalıbsa, çəki bununla düz asılıdır. O da 2 dəfə azalacaq, 1 Newton olacaq. Deyin, görün, bura qədər hər şey aydındırmı? Hər şey qaydasındadır mı?
Bəli. Əla. İndi 30 da bunlar kimidir, 25 kimidir, eləmişik. Gəl 31-ə baxaq. Deyək ki, sıxlıq budur. Qrafiklə verib yenə hündürlük qrafikidir. Onda h bərabərdir. 2 sigma, yenə baxın düstur eynidir. Bircə dəqiqə bunu bura yazaq. 2 sigma bölünsün rho j r-dir. Onda buradan məsələn h16 olanda r neçə olubdur? Onda 1 olubdur. Deyir nəyi tap? Sigmanı tap. Tamam. H-ın yerinə 16 yazaq. 2 vur sigma. Sıxlığı verib 800. J-ni verib 10. Və radius 10-da 1 olubdur. Bunu da bura yazmaq lazımdır. Amma millimetrləndir. Çevirək bunu. Çünki metrən istəyəcək. 10 üzəri mənfi 3 sigma. İndi gəlin buradan bunu tapmağa çalışaq. 16 deməli bərabərdir 2 sigma. Baxın, deməli 10'u 0,1'ə vurdum. Getdi, 1 oldu. 800'ün yanında 2 dənə 0 var. Onda bura oldu neçə? 8 vurulsun 10 üstü mənfi 1. Razısınız yəqin ki məndən. Hər tərəfi də gəlin vuraq nəyə? Deməli, elə 8 vurulsun 10 üstü mənfi 1'ə vuraq. Oldu. 16 vur. 8 10 üstü mənfi 1 bərabər 2 sigma. Düzdür. Buradan da hər tərəf 2'yə böldüm. 8-dən getdi, 4 qaldı. 16'nı 4'ə vuranda 64 vurulsun 10 üstü mənfi 1 bərabər sigma oldu. İndi bizdən burada nə istəyir? Üzr istəyirəm, hündürlüyü santimetrlə verib onu çevirməmişəm. Gəlin onu da çevirək, çünki bizdən milli-newtondan istəyir. Gəlin, bax, bura onu yazım icazənizlə. Bircə dəqiqə görək tam dəqiq cavabımız bizim nə çıxacaq. Gəlin onu yazım. Çünki hündürlüyü bizə nə ilə veribdir? Fikir ver, santimetr verib. Heç ona diqqət etməmişik. Onda 1 santimetr neçə metrdir? Deyin görüm. 10 üstü mənfi 2. 10 üstü mənfi 2 bura yazdım. Onda 16 vur 10 üstü mənfi 2 bərabər oldu. Bax, yenə eyni qədərə yazıram. 2 sigma böl. Onu vurdum tam onda belə 1. 2 0 buradan getdi. Qaldı 8 vurulsun 10 üstü mənfi 1. Hər tərəfi yenə buna vurdum. Fikir ver. Buna diqqət edin. Deməli, hər tərəf 10 üstü mənfi 1'ə vuranda oldu. 16 vur 8. 10 üstü mənfi 2, 10 üstü mənfi 1'ə vurdum. 10 üstü mənfi 3. Bərabər oldu 2 sigmaya. Çünki 8'ə vuranda ixtisar getdi. Deməli, 2'yə böldüm. Bura 4. 16'ın 4'ə vuranda 64 vur 10 üstü mənfi 3 bərabər sigma. Elə bizdən də bunu milli-newtondan istəyir. Elə 10 üstü mənfi 3 milli-newton demək deyil. Onda elə sigma bərabər oldu. 64 milli-newton bölünsün metrə. Cavab 64. Aydın oldu mu? Sualı var mı burada nəsə? Aydın oldu. Çox asan. Çox asan. İndi gəlin 32'yə baxaq. Fikir verirsinizsə yeni tipli suallardır. 32'yə baxaq. Deyir ki, radiusu yer radiusuna bərabər hündürlük. H bərabər r qeyd elədim. Deyir ki, radiusu da 12 mm olan kapillyarı borda qalxan suyun hündürlüyünü tap. Yaxşı. H-ın düsturu burada var. Tabi də yazmayacağım. Amma mən nə edəcəm? Yer səthində J-ni bizə 10 verib. J 10'dur. İndi J-nin belə bir düsturu var idi. J, M bölünsün R plus H-ın kvadratı. İndi bax, H-ın yerinə R yazanda J bərabər olur. J, M bölünsün 4R kvadratı. Yəni, məxrəc 4 dəfə böyüyürsə, onda J nə inəyəcək? 4 dəfə kiçiləcək. Yerin səthində J 10'dur. Düzdürmü? Yerin radiusuna bərabər, yəni J, R hündürlükdə J 4 dəfə azaldığına görə 10 bölünsün 4'dən J neçə eləyəcək? 2 onda 5 eləyəcək. Bura qədər sual var mı gənclər? Yoxdur mənim. Hamı başa düşdü mü? Onda H bərabər 2 sigmanı verib 70 milli-newton 70 vur 10 üstü mənfi 3 bölünsün. Rho J R. Rho-nu verib 10 üzəri 3. R-i verib 0,10'da 2. O da metrə çevirsəm 10 üzəri mənfi 3. Və J-ni tapdım 2,10'da 5. Deməli, aşağıda 10 üstü mənfi, müsbət üstü mənfi 3 getdi. Düzdürmü? Deməli, yuxarıda burada qaldı neçə? Bizə dəqiqə 10 üstü müsbət mənfi, müsbət üstü 10 üstü mənfi 3 getdi. Sonra deməli biz nə yazmışdıq? 0,12'də bura. Bu 2 ilə də bu getdi, qaldı 0,10'da 1. Onda H bərabər oldu 70 vur 10 üzəri mənfi 3
bölünsün 0,1'e 2,5'ə vuranda 0,25. Bizdən deyir nəyi tap? Hündürlüyü tap, amma millimetrlə tap. Lap gözəl. Heç buna çevirməyə də ehtiyac qalmayacaq, amma metrlə tapacağıq da biz, deməli. Hər tərəfi biz rahatçılıq olsun deyə, uşaqlar, hər tərəfi rahatçılıq olsun deyə 100-ə vursaq, yuxarı olacaq 70 vur, 10 üstü mənfi 3 daxı. 100-ə vuranda elədi neçə? 10 üstü mənfi 1. Məxrəc elədi neçə? 25. 10 üstü mənfi 1-lə 70 getdi neçə qaldı? 7 böl 25. Düzdür? 7-ni 25-ə böləndə neçə eləyəcək? Hər tərəfi 4-ə vursaq, məxrəc 100, yuxarı 28, 0,128 metr eləmiş oldu. Düzdürmü? İndi bunu millimetrlə çevirmək deyir. İndi bax, h bərabər oldu 0,28 metr. Millimetrə çevirsəm bunu minə vursam, h olacaq neçə? 280 millimetr. Deyin görün, başa düşdünüz buranı? Bəli, müəllim. Aydındır? Əla. İndi 33-ün düsturunu biz dərsdə ispat eləmişdik, xatırlayırsınız? H bərabər oldu 4 sigma bölünsün nəyə? Rho J A-ya. Xatırlayırsınız bu düsturu? Çünki kvadratdır deyir və biz kvadrat üstündə bunu ispat eləmişdik. Tərəfini verib, gətirib yerinə yazarsan. Aydın oldu mu? Çox vaxt getməsin, yenə bayaq kimidir. Aha. Sonra nə deyir? 34 yəqin ki, bunlar kimidir. Məsələn, oturacağı dairə olan şüşə boruda qalxan suyun hündürlüyü H1, kvadrat olanda qalxan hündürlüyə nisbəti, yəni H1-in bizdən H2-yə nisbətini istəyir. Normalda hündürlük bunların radiusları ilə tərs asılır da, düzdürmü? Yəni biz buna R2 bölünsün R1 deyə bilərik. Şüşə boruda oturacağı dairə olan, yəni H1-i dairəyə 1 deyib, kvadrata 2 deyib. R2 bölünsün R1-dir, düzdürmü? R2 bölünsün R1-dir. İndi baxın, biz bunu yazsaq ki, yenə H1 böl H2 bərabərdir. R2 burada kvadratdır. Deməli, radius, biz dedik ki, məsələn, biz bunu belə düşünə bilərik də, A böl 2-yə bərabərdir, düzdürmü? İndi elə bil, R1-in yerinə nə yazaq burada? Daha doğrusu, gəl bir el olduğu kimi qalsın da, bura R yazsaq, üzr istəyirəm, R2 böl R1-dir. Gəlin qarışdırmayaq. R2 böl R1-dir. Onda H1 böl H2 bərabərdir. Gənclər, necə eləyək? Bircə dəqiqə. Daha dəqiq cavab çıxsın da bizdə. Deməli, R2 kvadratdır. Kvadratda radiusu nə yazmışıq biz? A böl 2 yazmışıq. Düzdür? A böl 2. Düzdürmü? Amma birinci elə radiusun özüdür də. Düzdürmü? Çünki bunun tərəfin yarısına bərabər olur. Hətta biz onda burada R-in yerinə nə yazsaq daha düz çıxar? Yəni bu 2 gələrmi məxrəcə? 0,5 eləyərmi? Elə olur da bu. Belə bir nisbət çıxır da burada. Fikir ver. Gözlə. Elə bir olur. A bölünsün R vur 2. Düzdürmü? A bölü R elə bu H1 böl H2-dir də. Bu da 0,5 deyilmi? Aydındır. Üzr istəyirəm. Gör nə deyib sualda. Heç baxmamışıq. Deyirəm, bax, alı-malı çıxır. Bax, qoy yazım. Sualın mötərizənin içinə baxmamışam. Bax, tələsdim məndə. Dairənin radiusu tərəfə bərabərdir. R bərabər nə verib? A verib. Onda R2 ikincidir. İkinci kvadrattırsa. Onda mən R2-nin yerinə A bölü 2 yazsam, R1-in yerinə R yazsam. Çünki ikinci kvadratda axı. İndi A da nədir? R-ə bərabərdir. Onda bu nə olacaq? R böl 2 böl R. Onda buradan deməli nə olacaq uşaqlar? 0,5 qalarmı? Düz çıxdı mı dəqiq? Məncə çıxdı. Bəli, müəllim. 2 gəlir məxrəcə, R-lər ixtisar gedir də. Deyin görüm 34 da hamıya aydındırmı? Aydındır, müəllim. 100% müəllim. Aha. İndi 35'ə baxası olsaq, deyir ki, kapilyar borda qalxan suyun çəkisi. Çəkinin düsturu məncə bəllidir. Sigma vurulsun L, yəni 2pi R yazmışdıq. Əla. Yenə gəlin baxaq görəsə bir şey deyibmi? Pi-ni veribdir. Dairənin radiusu kvadrat tərəfinə bərabərdir. R bərabərdir, yəni A-dır. İndi gəl nisbət yazaq. Yenə olsun bu dairəviyə 1 deyək, kvadrata 2 deyək. İndi gəlin yazaq. P1
yəni dairə bölünsün P2, yəni kvadrat. Bu bərabərdir. Bu bərabərdir. Radiusdan düz asılıdır. Yəni R1 bölünsün nə? R2. Hətta deməli, gəlin heç R1 bölü R2 yazmayaq. Çünki burada pili mili də var. O sabitləri nəzərə alaq biz. Daha dəqiq olsun. Yəni sigma vur 2πr böl sigma vurulsun kvadrat şəkillidir axı. Onda elin yerinə 4a yazmaq olarmı? Problem var burada. Hər şey qaydasında. Çünki çəkinin düsturu P bərabərdir axı sigma ilə. Sigmalar getdi. 2'lər burada getdi, burada 2 qaldı. Onda P1 bölünsün P2 nəyə bərabər oldu? PR bölünsün neçə? 2A. Razısınız? R də A'ya bərabərdirsə R'lər də gedərmi? Onda P1 böl P2 nəyə bərabər oldu? Pi bölünsün 2'yə. Deyin görün bura hamıya aydındır mı? Problem var mı? Aha. İndi P1 bizə veribdir. Bu orada oturacaq dairə olanda 60'dır. 60 mikronewton 10⁻6 böl P2. Pi'ni verib 3, bunu verib 2. 2'ni 60'a vurub 3'ə böləndə buradan P2 nəyə bərabər olacaq? 40 mikronewtona. Amma təbii ki bu 35'ə aid də biləsiniz. Yəni bizdən soruşduğu 35'də soruşduğu ikinci P2 bərabər oldu. 40 deməli mikronewtona aid olmuş oldu. Məncə burada hər şey aydındır. 36'da bu üsulla özünüz eləyə bilərsiniz. Burada kütlə deyir. Kütlə də zaten S-lə asıllığını qura bilərsiniz. Çünki S-dirsə bura radius R-dir. Burada radius 2R-dir. İndi bax. Kapilyar boruda birincidə 8 qramda. İndi bax. Gəl nisbət yazaq. M1 böl M2. Dostlar, deməli, belə bir düstur yazmışdıq biz. Xatırlayırsınızmı? Kütlə M'in düsturu nə idi? Xatırlayarsınız. 2 sigma, düzdürmü? Deməli, pi R bölünsün J. Buradan M R'dən necə aslıdır? Düz aslıdır. Onda M1 böl R2'in M1 böl M2 nəyə bərabərdir? R1 böl R2'yə bərabərdir. Bəli. İndi deməli, nə deyir? Gəlin bunu hesablamağa çalışaq. Hə. Birincinin kütləsi M1. Gəlin M1'in yerinə yazaq 2 böl M2. R1 R'dir. Düzdürmü? Bu 8'dir. Bu nədir? 2R'dir. R'lər getdi. Buradan M2 nəyə bərabər oldu? 2 vur 8'dən 16'ya bərabər oldu. Problem var mı? Hər şey qaydasındadır mı? Yoxdur müəllim. Aydındır. Yoxdur müəllim. İndi gəlin baxaq, rəngi dəyişək. Gəlin baxaq 37'yə. Deyir ki, yerdə kapilyar borunun qalxma hündürlüyü 5'dir. Yəni yerdə H bərabər olubdur 5 millimetrə. Bəli. Yerin kütləsinə bərabər. Nə deməkdir bu? Yəni M planet M yerin kütləsinə bərabərdir. Radiusu yerdən 2 dəfə böyükdür. Yəni R planet nəyə bərabər imiş? 2R yerə bərabər imiş. İndi H-ın düsturunu artıq biz dəfələrlə yazmışıq. 2 sigma bölünsün rho J R'dir. İndi gəlin bunu hesablamağa çalışaq. İndi baxaq. J'nin də düsturu bəllidir. Deməli J böyük M bölünsün R kvadrat. İndi bax. Kütlə bərabərdir, M bərabərdir. Ona baxma sabit. Radiusu yerin radiusundan 2 dəfə böyükdür. Yəni planetin radiusu 2 dəfə artanda bunun J'si neyini uşaqlar? 4 dəfə azalır mı? Razısınız? 4 dəfə azalır. Problem var burada. Yəni yerdə indi bax. J 4 dəfə azalanda H-la J necə aslıdır? Tərs. J 4 dəfə azalırsa H neyniyir? 4 dəfə artır. Yəni H yer bərabər idi 5 millimetrə. H planet 4 dəfə artdığına görə neçə olacaq? 20 millimetr olmuş olacaqdır. Vəssalam. Problem var mı burada? Bax, bütün yeni sualların hamısını həll elədik. Fikir verdiniz? Evet. Gördünüz, hamısının həlli burada. Problem var mı? Bəli müəllim. Əla. İndi gəlin baxaq bu bərk cisimlərə. Zaten burada da inanmıram ki, elə bir ciddi problem ola. İndi nə deyir? Maddə hansı aqreqat halında olduqda həcmin və formasını dəyişmək çox çətindir.
Nə deyir? Hansı aqreqat rolunda? Həcm və forma dəyişmə. Bilirik ki, bərk maddələr həm həcmlərin, həm də formasını saxlayırlar. Ona görə 1. Nə deyir? Deyir ki, diametri məfsəldən asılmış yükü en kəsiyinin diametri 4 dəfə böyük olan məfsələ düşən mexaniki gərginlik. Bax indi. Mexaniki gərginliyin düsturu sigma bərabərdir. F bölünsün S. Əla. İndi F böl sahənin düsturu nədir? Pi-d kvadrat böl 4. 4 yuxarı qalxır. Deməli F D-dən necə asılı oldu? Tərs kvadratik. Diametr 4 dəfə böyüyəndə sigma neynir? 16 dəfə azalır. Vəssalam. Yəni F bölü S-də S-i diametrlə əvəz etdik. 3 də bunun eynisidir. İndi gəlin 4-ə baxaq. 4-də nə deyir? Mütləq uzanmanı deyir tap. Baxın, bizə sualda nisbi uzanma verib. Nisbi uzanmanın düsturu delta L bölü L0'dır. İndi epsilon bərabərdir. Epsilon bərabərdir. 0,5. Bizdən nə deyir? Mütləq uzanma. Delta L bölü 2. Buradan delta L'i biz tapanda delta L bərabər olacaq. 0,5 2'yə vursam neçə eləyəcək? Deməli 0,1. Metrləndir. 0,1 metrləndir. Santimetr deyil 1. Vəssalam. Bax 5 də onun kimidir. 5-də nisbi uzanma deyirsə, bax bu düsturdur. Davam eləyək. Huk qanunun riyazi ifadəsi, bunu yazmışdıq. Sigma bərabərdir. Y vurulsun Y. Deformasiya edici qüvvənin modulu bizdən F-i soruşur. Bunu dəfələrlə yazdıq. Sigma S. Sigmanın da yerinə epsilon Y S. Düzdürmü? Epsilon yerinə delta L Y S. Delta L vurulsun YS bölü 0 deməli 7 nə oldu? C variantı. Maşallah. Gözünüz asan suallardır. Delta L bərabər L çıx L0 mütləq uzanma. YS bölü L0 nədir? Çubuğun sərtliyi, xatırlayırsınız, bunu ispat elədik. K'dır. F bölü S mexaniki gərginlikdir. D variantı. Delta L bölü L0 nisbi uzanma. Nisbi uzanmanın vahidi yoxdur. Mütləq uzanmanın vahidi metr. Mexaniki gərginlik sigmanın vahidi F bölü S-dən Pascal. Yük modulunun vahidi Pascal və salam. İndi baxaq 16-ya. Deyir ki, Huk qanununun ödəndiyi maksimum mexaniki gərginlik mütənasiblik həddidir. Kristalların fiziki xassələrin seçilmiş istiqamətdən asılılığı nə adlanır? Asılılıq aniizotropluq adlanır. Amma fiziki xassələrin istiqamətdən asılı olmaması izotropluqdur. Orada an sözünü silirsən. Baxırıq 18-ə. Sigma S-dən necə asılıdır? Tərs asılıdır. Bir daha düsturun yazaq. Yaddaşlarımıza həkk olunsun. Ondan sonra sabit qüvvənin təsirindən deyirsə sigma R-dən tərs asılı. Çünki sigma bərabər F böl S. S-in də yerinə pi R kvadrat yazanda bu bundan tərs asılı çıxdı. Əla. Fikir ver, hamısı düstur qrafikdir. 21-ə bax. Deyək ki, sigma epsilondan düz asılıdır 21-də. Çünki Huk qanununa görə sigma bərabər epsilon vurulsun Y-dir. Fikir ver. Deməli, sigma delta L-dən necə asılıdır? Düz asılı olmalıdır. Soruş niyə? Sigmanın düsturu epsilon vur Y-dir. Epsilonun da yerinə delta L böl L0 vur Y yazırıq. Uşaqlar, bura qədər bir sualı varmı? Probleminiz varmı nəsə? Xeyr, müəllim. Asan getmirmi? Axıcı getmirmi həqiqətən? Bəli. Bəli, mənim su kimidir. Hər şey qaydasındadırmı gənclər? Bəli, müəllim. Aha, gəlin baxaq onda 23-ə. Nə deyir 23-də? Deyir ki, sərtlik K, en kəsi S, mexaniki gərginlik sigmadırsa mütləq uzanmanı tapın. Bunu necə eləmək olar? Baxın, F bərabər sigma S düsturudur. Həmçinin biz bilirik ki, elastiklik qüvvəsi K delta L-dir də. Yəni KX-dir. Biz X-ə delta L deyə bilərik. Gətir yerinə yaz. K delta L bərabər sigma S. Delta L nə bərabərdir? Sigma S böl K. Vəssalam. Tabullara çox baxmayaq. Hamısı düsturlardır. Yük modulu falan hamısı düsturlardır. Gəl 30-a baxaq. Nə deyir 30-da? Deformasiyanın kiçik qiymətlərində mexaniki gərginlik, yəni sigma nisbi uzanma ilə düz asılıdır. Bu Huk qanunudur. Gəl baxaq 31-ə. Monokristallar üçün nə doğrudur? Deməli, anizotropdur. Monokristallar bəli. Müəyyən ələmə temperaturuna malikdir. Bəli, 1 və 3. Amma polikristallar, yəni polikristallar desəydi izotrop deyərdik. Vəssalam. 32-yə baxaq. Hansı ifadələr doğrudur? Deyir ki, silindrik formalı çubuğun yük modulu aslıdır. Yük modulu aslıdır maddənin növündən.
Aydındırmı? Vəssalam. Aslı deyil, uzunluğundan və sahəsindən. 2 və 3-dən. Əla. İndi gəl amorf cisimlər üçün görək nə deyir? Deyir, amorf cisimlər üçün nə doğrudur? Gənclər, amorf cisimlər müəyyən temperaturda ərimir. Hə, müəyyən temperaturun intervalında əriyir. Bəli, bəli. 2 doğrudur. Fiziki xassələri deməli, müxtəlif istiqamətlərdə eyni olur. Yəni izotropiya, bəli, müxtəlif olur. Xeyr, 2-3. Dedik ki, amorf cisimlər izotropdur. Bəli. Monokristallar üçün nə doğrudur? Gəlin bunları eləyək ki, nəzərdə güclənsin. Monokristallar üçün nə doğrudur? Müəyyən temperaturda əriyir. Bəli, bir doğrudur və deməli nə olacaqdır? Müxtəlif fiziki xassələri müxtəlif olur, bəli. Çünki bunlar monokristallar anizotropdur. Anizotropda fiziki xassələr istiqamətdən asılıdır. Əla. Nə deyir? 36-ya baxaq. Deyir ki, qüvvəni dəyişdirmədən, bir dənə burada nəsə belə bir işarə gedib, gəlin bunu təmizləyək. Qüvvəni dəyişdirmədən məftilin sayəsini 3 dəfə azaldanda nisbi uzanma. Bax, bura yazıram. F bərabər sigma S. Bax, ərinmirəm, sən də ərinmə. Sonra deyirsin fizikanın neysətində. Çünki yazmırsınız. F bərabər YS. Buradan Y bərabərdir. F bölünsün YS. Qüvvə sabit. Sualda yük modulunu sabit veribsə sigma S-dən necə asıl olur? Tərs. Sahə 3 dəfə azalırsa bu 3 dəfə artır 36 C bəndi. Əla. 37 də bunun enisidir. Fikir ver. 38-ə baxaq. Deyir, qüvvəni 3 dəfə artıranda. Qüvvəni 3 dəfə artıranda bu epsilon, nisbi uzanma 3 dəfə artır da. Düstur, çünki epsilon bərabər F bölünsün YS-dir. 3 dəfə artdı. Əla. Deformasiya etdirici qüvvə 2 dəfə azaldanda mexaniki gərginlik 2 dəfə azalar. Mexaniki gərginlik sigma bərabərdir. Çünki F bölüsə. 40-a baxaq. Nümunənin tab gətirdiyi mexaniki gərginlik nə adlanır? Möhkəmlik həddidir. Vəssalam. Bunlar yenə nəzəriyyələrdir, gənclər. Baxarsınız. Məsələn, 45-də deyək ki, hansının sərtliyi böyükdür. K bərabərdir. YS böl L0. Gəlin yerinə qoyaq, baxaq. Deməli, S-i böyük, L0-ı ən kiçik olanın K-sı böyük olacaqdır. S-i böyük olsun, L-i kiçik olsun da. Çünki L0 məxrəzdə S sürətdədir. Məsələn, burada 3 bölü 2, 1,5. S bölü L, 1. S bölü 2, 10,5. 2 bölü 2, 1. 2 bölü 1, əla, 2 elədi. Deməli, ən böyük bunda oldu. İndi 46-ya baxın, məsələn, böyük bir düstur oxşuyur. Deyir ki, qüvvənin modulu nə ilə təyin olunur? Heç bir çətinliyi yoxdur. Qüvvənin düsturu nə idi uşaqlar? Sigma S, F bərabər, sigmanın yerinə YY, yəni epsilon vur Y yazırdıq. Onun da yerinə delta L böl L0 vur Y. S-in də yerinə PR kvadratı. Onda 46 nə oldu? Y variantı. Bəh, hamısı həll oldu. Bax, düsturlardır. Bunlar hamısı bayaqdan deyirik. Bəh, cismin həcmini ölçmək üçün istifadə eləyərsən menzurkadan. Ondan sonra, deməli, 49-a bax, maraqlı sualdır. Potensial enerji 9 dəfə artanda sigma neyniyər? 3 dəfə artar. Çünki potensial enerji niyə? Çünki mexaniki gərginlik sigma bərabərdir. F bölünsün S-ə. İndi potensial enerjinin düsturu var axı. F bölünsün 2K. Düzdür? Bu 9 dəfə artanda bu kvadratikdə axı. Bu 3 dəfə artmış olunmalıdır. Düzdürmü? F 3 dəfə artanda sigma da 3 dəfə artar. Vəssalam. Çox asandır. Məsələn, 50-yə bax. Mexaniki gərginlik 2 dəfə artıranda potensial neyniyər? 4 dəfə artar. Niyə? Çünki F bərabərdir sigma S. Sigma 2 dəfə artanda F neyniyir? 2 dəfə artır. Potensial enerjinin düsturu nədir? F kvadrat böl 2K. Düzdür? İndi F 2 dəfə artanda potensial 4 dəfə artmış olur. Əla. İndi 51-ə baxaq. Deyir, diametri 1 millimetr olan mis məftili gələn qüvvə 186 newtona çatanda məftil qırılır. Məftilin möhkəmlik həddini tapın. Möhkəmlik həddi yəni sigmanı deyir. Tamam. Diametr var. Bəli. Qüvvə var. Bəli. Pi var. Mən nə edə bilərəm onda? F bərabərdir sigma S-ə. İndi bu da diametr deyir. Onu tələsmirəm. Sigma vur S-in yerinə nə yazıram? Pi-də kvadrat böl 4 yazıram. Gənclər deyin görüm aydın oldu mu hamıya? Bəli, müəllim. Problem var mı?
Yoxdur müəllim. Əla. 186 bərabərdir. Sigma vur. Sigmanı soruşur. Pi-ni verib 3. Diametr 1 millimetrdir. Metrə çevirsəm elə bu nə eləyəcək? 10 üstü mənfi 3. Kvadrat eləyəcək 10 üstü mənfi 6 böl 4. Aha. Deməli, gəlin bunu hesablayaq. Buradan sigma tapanda nə etməliyəm? Deməli, 186 vur 4 sigma bərabərdir. Bölünə 3 vurulsun 10 üstü mənfi 6. 10 üstü mənfi 6-dan bilirəm ki, bu yuxarı qalxacaq. Nə eləyəcək deməli? Paskal, megapaskalda 10 üstü müsbət 6 eləyəcək. İndi bunu bölmək üçün rahat necə bölərik? 186-nı 3-ə bölüb 4-ə vurmalıyıq da, düzdürmü? Deməli, bölsək, vursaq neçə elədi bu? 248, müsbət 10 üstü 6, o da megapaskal. İndi gəlin baxaq 52. Deyir ki, yük asanda məftilin nisb uzanması bu qədər olubdur. Yük modulunu tap. Yaxşı, tapım da. Məndən nə gedir ki? Deməli, yenə bax, eyni düsturları yazıram. F bərabər sigma S. F-in də yerinə kütlə deyirsə, mg bərabərdir. Sigmanın da hukk qanununa görə düsturu nədir? Y-S. Əla. Məndən nəyi soruşur? Y-ni soruşur. Zəhmət olmasa yerinə qoyub hesaplayarsınız. Vaxt getməsin deyə eləmirəm. M-i verib 210, J-ni verib 10, S-i verib 1500, bunun bir çevir metr 10 üstü mənfi 4 eləyəcək. Epsilon veribdir 2 10 üstü mənfi 4. Buradan S-i də veribdir. Bir dənə lütfən E taparsan, vaxt getməsin. İndi baxaq 53-ə. Uzunluq 4, sahə 1 mm kvadrat, 2 mm uzatmaq üçün tətbiq olunan qüvvəni hesablayın. Məncə bunu hesablamaq olar. Necə? F bərabərdir sigma S. F bərabər sigmanın düsturu var. Y vur epsilon. Orada da gətirib epsilonun yerinə delta L böl L0 vur Y yazarsınız. Vur S. Bax, S-i verib. Yük modulunu verib. Uzunluq 4 metr başlanğıc budur. 2 mm uzatmaq. Yəni delta L-in də yerinə 2 mm 10 üstü mənfi 3 yazarsınız. Vaxt getməsin. Həll eləməyə ehtiyac var, yoxsa problem vardırsa burada? Başa düşülür, yoxsa necə uşaqlar? Aydındır müəllim. Hər şey qaydasındadır mı uşaqlar? Çətin gəlmədi ki sizə? Yox müəllim. Çətin bir şey var mı? Xatırlayıram. Yox, indi bunlar biraz oxşadır deyə baxıram, sonra keçirəm növbəti suallara. Aydındır, çətlərə keçə biləsiz. Buralarda probleminiz yoxdur ki, hamısı rahat da. Rahatdır Bəli. müəllim, hamısı düsturdan çıxır. Ay sağ ol, ay sağ ol. Fikirlər hamısı eynidir. Məsələn, burada bir dənə də nə bilim, gözümüzə biraz belə, məsələn 56-ya bax, deyək diametri %1 nə qədər qüvvəyə tab gətirə bilər? Möhkəmlik həddi elə sigmadır da, bu düzdürmü? Hə, nə qədər qüvvəyə? Onda F bərabər sigma S, sigma vur, diametr verib deyə pi-d kvadrat böl 4. Hamısını heç bir çevirməyə ehtiyac yoxdur, hamısını metrlə verir. Gəl bir dənə yerinə qoyaq görə cavab çıxırmı? Deməli, 3,2 vur 10 üstü 8 vur, pi-ni verib 3, diametr %1, yəni bu 10 üstü mənfi 2 demək deyilmi? Kvadrat nə eləyəcək? 10 üstü mənfi 4, deməli, böl, 4-ə bölməliyəm də bunu mən, düzdürmü? 4-ə böldüm. Ay, sağ ol. Deməli, indi nə eləyəcəyik? Gəlin hesablayaq. 3,2-dir, 4-dən bu getdi, qaldı bu da neçə? 0,8, 3-ə vurdum. Deməli, 2,4, 10 üstü 8, deməli, 10 üstü mənfi 4, 10 üstü müsbət 4 qaldı. 1,0 verdim, 24, vur 10 üstü 3 qaldı. A bəndi. Vəssalam. İndi bu suallar gördüyünüz kimi hamısı bunun eynisidir. Nə qədər yük asmaq lazımdır ki, nisbi uzanma bu qədər olsun, onda mg bərabər epsilon y s eləyəcəksən, söhbət bağlanacaq. İndi gəlin, baxın, bunlar da hamısı 61 falan standart suallardır. Deyək ki, nisbi uzanma necə dəyişər? İndi gəl, baxaq bura. Bir dənə bunu da göstərim. Baxın, yenə düstur eynidir. mg bərabər epsilon y s. Buradan epsilon bərabərdir. mg bölünsün, y vurulsun s. İndi bax, diametr deyir. S-in də yerinə diametri yazanda olacaq. Nə? Pi-d kvadratı. 4-ə atıram gedir də. Diametrindən necə asılıdır? Tərs kvadrat. Diametr 3 dəfə artanda nisbi uzanma neyəcək? 9 dəfə azalacaq. Amma kütlə ilə necə asılıdır? Düz. Kütlə 2 dəfə azalanda, 2 dəfə azalanda. Hə, onda bizə dəqiqə nə oldu? Baxaq görə düz çıxırmı? Gənclər. Xətamız olmasın. 2 dəfə azalanda
Deməli, kütlənin düzü asılı axı. Kütlə 2 dəfə azalanda epsilon 2 dəfə azalır. 9 dəfə azaldı, 2 dəfə azaldı. Option nədir? 18 dəfə azaldı. Gördüyünüz kimi hamısı standart suallardır. Bu qrafiklərə baxmağa məncə ehtiyac yoxdur. Gəlin 72-ni deyim, baxın. Yadda saxlayın, yadda saxlayın. Deməli, epsilon L0-dan asılı deyil. Mən bunu dedim. Epsilonun düsturun yenə yazıram. F bölünsün YS. S-in də yerinə pi r kvadrat nəzərə alsaq, epsilon radiusdan necə asılı oldu? Tərs kvadrat. Yəni R1 bərabər 2R2-dirsə, deməli epsilon 2 bərabər 4 epsilon 1-dir. Çünki tərs kvadratdır. Bu öz yerində. Problem var bura qədər. Amma epsilonda L0-ı nəzərə almırsınız. 73 də onun kimidir. İndi baxaq bu tərəfə. Görək nə deyir? 75-də nə deyir? Deyir ki, cədvəl verib, qrafik verib. Cədvələ istifadə edərək bu materialın hansı maddəyə aid olduğunu tapın. Gəlin yük modulunu tapaq. Deməli, epsilonun düsturu bərabərdir. Daha doğrusu üstəm səhv yazdım. Epsilon bərabər deyil. Deməli, sigma bərabərdir. Epsilon vurulsun Y. Məsələn, gəlin baxaq. Rahat ədədlər olsun. Məsələn, 320 olanda epsilon olub 4. Onda yazaq bura. 320 megapaskalı unutma. 10 üzəri 6 bərabərdir. Bərabərdir. Epsilon olub neçə? 4. Burada 10 üzəri mənfi 3 var. Unutma. Vurulsun E. Deməli, bunu böləndə 324-ə böldüm 80. Düzdürmü? 10 üzəri 6, 10 üzəri 3. Ne elədi bu? 10 üzəri 9. Bu Y oldu. Yəni 80 elədi də. 80 nəyə uyğun gəldi? Gümüşə. Cavab nə oldu? 75-də A variantı. Hamıya aydın oldu mu, yoxsa yox? Deyil mi də Aydın. 75-i? Aydın müəllim. Əla. İndi baxaq 75-ə. Deyir ki, sərtlik əmsallarını müqayisə eləyin. Təbii ki, düsturumuz bir ədəddir. Y, S böl L0. S-dən düz, L0-dan tərs asılıdır. Eyni materialdan hazırlanmış deyil deyə yük modulu sabit qalır. Baxırıq, hansının uzunluğu ən böyükdür? Fikir ver, L0 3 olsun, L0 2. Uzunluğu böyük olanın sərtlik əmsalı kiçik olar. Deməli, C variantı. Birin uzunluğu baxın bu qədər. Kiçikdir, görürsünüz. 2-nin uzunluğu bu qədər. 3-ün uzunluğu bu qədər. Ən böyük uzunluq L0-dadır deyə burada ən kiçik bu oldu. İndi nə deyir? 77-yə baxaq. Deyir ki, yük modulları müqayisə eləyin. Yük modulu materialın növündən asılıdır deyə bunlara baxmayacaqsınız. Dostlar, 78, 79, 80, baxın, hamısı düsturlarlandır. Hamısı. Yəni, əvvəldə yazdıqlarımızın eynisidir. Məsələn, 75-8-də nə deyir? En kəsin sahəsini tap. Baş üstə. F bərabər Y, epsilon S. Fikir ver, epsilon burada var. Məsələn, 3 olanda F olubdur 240. Y'ni sualda verib S hesablayarsan buradan. Ta baxmıram, vaxt getməsin. İndi, nə deyir? Deyir ki, gəl bax 82-yə. 82 qəşəkdir. Deyir ki, ortadan qatladıqdan sonra, qulaq. Bax, burada bir nümunə var. Düzdür? Bax, belə nümunə var. Bunu ortadan qatlayanda bu nümunə belə olur da, düzdürmü? Bax, gəlir ikinci tərəf birinci üstünə düşür. Elə bu tərəf olmur. Nümunə ortadan qatlanılanda sahə artır, 2S olur. Amma başlanğıc uzunluq L0 nə edir? 2 dəfə azalır. Deyin görün, bunu başa düşə bildiniz də. Ortadan qatlayanda uzunluq azalır axı. Amma sahə artır. İndi sərtlik əmsalı K bərabərdir. YS böl L0. Ortadan qatlayanda sahə 2 dəfə artır deyə K 2 dəfə artır. Başlanğıc uzunluq 2 dəfə azalır deyə bu da bundan tərs asıdır axı. Bu da 2 dəfə artır. Onda K sərtlik əmsalı deməli 4 dəfə neynədi? 60 oldu. K sərtlik əmsalı 4 dəfə artdı. Baxın, deməli nümunəni ortadan qatlayanda K 4 dəfə artır. Bu yəqin ki, hamıya aydındır. Deyir indi, mütləq uzanmanın dəyişməməsi üçün. Mütləq uzanma delta L-dir. Onda mən yazıram F bərabər KX, yəni K delta L. F-in də yerinə yazıram mj bərabər K delta L. Buradan delta L bərabər oldu. mj böl K-ya. Ortadan qatlayanda dedik ki, K 4 dəfə neynədir? Artdı. K 4 dəfə artanda L K ilə tərs asıdır. L 4 dəfə azaldı. Onda M-i neynəməlisən ki, K dəyişməsin? L ilə M düz astıdır. Kütləni 4 dəfə artırsan,
Kütləni 4 dəfə artırsan, delta L 4 dəfə artar, hasil 1 eləyər. Deyin görün, başa düşdünüz buranı? Çətin gəlmədi ki. Deyin bir daha. Xeyr, müəllim. Aydındır müəllim. Hamı aydın oldu mu? Əla. İndi gəlin baxaq 85-ə. Gəlin baxaq 85-ə. Deyək ki, potensial enerjini tap. Yaxşı. Verilənlərə görə bizə sigmanı verib, en kəsiyin sayısı S-i verib, başlanğıc uzunluq L0 veribdir. A nöqtəsinə potensial. Baxın, mən potensialın bu düsturun yazsam icazəniz nə? Nə olar? Y potensial bərabərdir. Mən bunu yazım. Normalda fx bölgü düsturu var da, ikisində yerinə delta L yazıram. Nə var ki, işinə? İndi, müəllim bizə F-i verməyib. Narahat olma. F-in yerinə yazıram sigma S. Delta L verməyib bizə. Əcəb eləyib verməyib. Delta L böl L0 epsilon deyil. Onda delta L-in də yerinə yazıram. Epsilon vurulsun nə? L0. Böl 2. İndi baxıram cədvələ. Qardaş sigma var? Var. Epsilon var? Var. L0 var? Hamısı var. Gəl hesablayaq. Deməli. Sigma 60, 10 üzəri 6. Sahəni verib 1 santimetr. 1 vur. 10 üzəri mənfi 4. Yerinə yazdım. Epsilonu verib 4. Vur. 10 üzəri mənfi 3. L0 da verib 2. Böl 2. 2'lər getdi. 10 üstü mənfi 4. 10 üstü mənfi 3. Buraya da 10 üstü mənfi 1. 10 üstü 6 var axırında burada. Bu da getdi. 10 üstü mənfi 1 qaldı. 60'ı vurdum 4'ə. Elədi 240. 2 gedib axı. 10 üstü mənfi 1. Bu da getdi. Neçə qaldı? 24 qaldı. Cavab nə oldu? 24 soru. Deyin görüm, hamıya aydın oldu mu? Başa düşdünüzmü? Aydındır müəllim. Aydındır müəllim. İndi 86'ya gəlin baxaq. 86'ya gəlin baxaq. Deyir ki, en kəsiklər S2 bərabər 2S1'dir. Nümunənin mexaniki gərginliklərini neyləyin? Müqayisə eləyin. Bilirsiniz ki, burada mexaniki gərginlikdə L0'ın bir önəmi olacaqmı? Gəlin ona yazaq, ona baxaq. Gənclər, deməli necə eləyəcəyik? Sigma bərabərdir. Deməli, Y vurulsun S-də, düzdürmü? Y də burada nisbi uzanma deyil. Hə. Onda gətirib onun yerinə L bölünsün L0 yazmaq olar fikrimcə. Deməli, ehtiyac olacaqmı ona? En kəsilərinin sahəsini verib. Məncə ehtiyac olmayacaq. Niyə? Çünki eyni materialdan hazırlanmış mexaniki gərginlikləri müqayisə eləyəndə deməli, sigma bərabərdir. Sigma bərabərdir. Epsilon vurulsun Y-dir. Amma heç burada ehtiyac qalmayacaq. F bərabər sigma S. Buradan sigma bərabər F bölü S. Sigma S-dən tərs asılıdır da. S2 bərabər 2S1-dirsə, sigma 1 bərabər 2 sigma 2-dir. Çünki tərs asılıdır. Aha, gəlin baxaq 87-yə. 87-nin düsturunu bilirsiniz. K sərtlik əmsalı bərabərdir. K sərtlik əmsalı bərabərdir. Y S böl L0. Hətta gəlin bunu nisbət kimi göstərim sizə. Deməli 87-ni. K1 böl K2. S-dən düz astıdır axı. S1 böl S2. L0-dan tərs astıdır. L0 2 böl L0 1. Əla. Onda S1-in yerinə gəl yazaq. 2S 2 böl S2 bunlar geçsin. Vur. L01 də 2L02'dir. Onda L02 burada qalır. L01'in də yerinə 2L02 yazın. Bunlar getdi, 2'lər getdi. Onda belə çıxır ki, 87'də K'lar bir-birinə bərabər oldu. Çünki K1 bölünsün K2 nisbəti 1'ə bərabər olardı. Yazmamış da görmək olardı mı? Bəli, görmək olardı. Amma yazdıq. Niyə yazdıq? Çünki yazdıq. İndi gəlin bura baxaq. 88 eləməyə çalışaq. Deyir ki, eyni materialdır. Birinci məftilin səthi az qalıb, narahat olmayaq. Artıq bitir. Mən də bilirəm ki, yorğunçuluq var, amma eləməliyik. Bu iş bizim işimizdir. Az qalıb. İndi gəlin baxaq 88-ə. 88-də nə deyir? Deyir ki, sərtliyi K olan ikinci məftilin sərtliyini tap baş üstə. K-nın düsturunu bir daha yaz, yaddan çıxmasın. Nə qədər yazsan, o qədər sənindir. İndi baxaq. K1. Y vurulsun. S-in də yerinə mən icazənizlə qoyacam. Pi r kvadrat. Vur. Pi. Radius r kvadratdır. Böl 2L. Əla. Əlasan müəllim, çox sağ olun. K2 bərabərdir. K2 bərabərdir.
Y vurulsun pi. Burada radius 2L'dir. Kvadrat eləyəcək. 4R kvadrat uzunluğu verib L. Böl L. Əla. İndi birinciyə K deyib. Gəl bu birincini bir sərgəli yazaq. Y vurulsun pi R kvadrat. 2'ni attım. Bax, bunu belə attım məxrəcə. Biraz sərgəli yazıb 2L. Eyni şeyi mən təkrar niyə yazdım ki? Uşaqlara deyirəm, özüm yorulmuşum. Buna bir K deyib. İndi bax. Buradan 4'ü qabağa atanda 4 Y vur pi R kvadratı. Əslində buna K deməyək. Gəl bax bu ifadəyə bir K deyək. Onda bura K bölü 2 olar da. Əslində yox, elə buna K deyək də. Düz demirəm. Niyə bunu ayırırıq ki? Niyə ayrı seçkili edirik ki? Bax elə. Bu ifadə gözlə. Bax bu ifadə bir K olub. Onda bunu qabağa atanda 4 pi R kvadrat böl L. Nə olacaq? Deməli, məxrəc 2'dir. Və burada məxrəc 2 dəfə artıb, yəni 2 silinibdir. Və surət 4 dəfə artıb da. Onda bu 8 dənə K olmazmı dostlar? Düz dedim də, fikir ver. Burada məxrəcdə 2 var. Burada məxrəcdə 2 yoxdur. Məxrəc 2 dəfə azalıbsa K neyniyir? 2 dəfə artır. Surətdə də 4 var. Surət 4 dəfə artanda K neyniyir? 4 dəfə artır. Onda toplam hasil neyniyir? 8 dəfə artır, olur 8K. Əla. İndi bu 990. Bunlar bilirsiniz ki, nəzəriyyə suallardır. Gəlin 91'ə baxaq. Deyir ki, epsilon 1 %2'dir. İkincini hesabla. Bax, sualda verilən L0'a baxma. Deməli, epsilon bərabər oldu. F'in yerinə mc yazsaq. Y vurulsun S. Diametr eyni. Eyni məftillər. İkisi də alüminiumdur. Əla. Deməli, epsilon m'dən düz asılı. Birincinin kütləsi m'dir. Nisbi uzanması %2'dirsə, ikincinin kütləsi 2m olanda bu da 2 dəfə kütlə qədər n dəfə artır, olur 0,4 olmuş olur. Əla. 92'yə bax. 8 kiloqram kütləli yük asılıbdır. Həmin məftili yenə bax. Ortadan qatlayanda nə qədər yük asmaq lazımdır ki, mütləq uzanma eyni olsun. Düstur eynidir. Mütləq uzanma delta L bərabərdir. M J böl K. Ortadan qatlayanda K neyniyir? 4 dəfə artır. K 4 dəfə artırında delta L neyniyir? 4 dəfə azalır. İndi bu delta L'in eyni qalması üçün kütləni neynəməlisən? 4 dəfə artırmalısan. Çünki delta L kütlədən düz asılıdır. 8 kiloqramdır. 4 dəfə artırsan onda kütlə neçə, yeni kütlə neçə olacaq? 32 kiloqram olacaqdır. Deyin görüm, burada hər şey qaydasındadırmı? Mən hesab edirəm ki, başa düşülür. Hətta 93 də fikir verin bunun kimidir. 4 kiloqramdır. Ortadan qatlayıb dəyişməsin deyirsə, kütləni 4 dəfə artırmalısan. Yəni 4 kiloqramdır. 4 dəfə artırsam, atacağım yeni kütlə nə olmalıdır? Burada 16 kiloqram olmalıdır. Gəlin son sualda baxaq, bunu saxlamayaq. Burada uyğunluq bizdən soruşur, nə deyir? Silindrik formadır, sahəni 2 dəfə böyütsək. Qüvvələr, hər şey eynidir. İndi sahə 2 dəfə böyüyəndə yük modulu bilirik ki, dəyişməyəcək də. İndi bunu biz bayaq dedik ki, yük modulu növdən asılıdır. Yəni, yük modulu dəyişməz. 2'yə nə getdi? C getdi. Bu durdu burada. Mexaniki gərginlik sigma bərabər F böl S'dir. Sahə 2 dəfə artanda bu 2 dəfə azalar. 1'ə getdi A. Sərtlik əmsalı K. K bərabərdir Y S bölü 0. Sahə 2 dəfə artanda deməli bu nə edəcəkdir? Sərtlik əmsalı 2 dəfə artacaqdır. Oldu B. Deməli nə oldu? A. Bu D'yə oxşamır. Bu A'dır. C'dir. B'dir. Vəssalam. Fikir verdinizsə, biz burada deməli lazım olan, əziz dostlar, bütün bizə lazım olan hər şeyi demək olar ki, yazdıq. Bir daha da mən bir vərəqləyim, üzərindən keçim. Deməli, görək ki, burada yaddan çıxan nəsə varmı? Aha, bu belə dursun burada. Deməli, daha sonra bu mahiyyələrdən biz başlamışdıq sual izahına. Fikir verdinizsə, demək olar ki, hamısını bitirdik və mən hesab edirəm ki, uğurlu izahlar idi. Təbii ki, biraz uzundur, amma indi nə edək? Öyrənməliyik, yəni geç saatlar da olsa biz işləməliyik. Zaten başqa yolumuz
yoxdur. Baxaq. Aha, demək, bət cisimlərdə yazdıq. Hətta fikir verdinizsə, yəni bət cisimlərdə biz baxın bu sualların demək olar hamısını dedik. Şifahi də olsa ən azından üzərindən keçdik. Aha, bircə dəqiqə. Deməli, buradan da biz davam eləyəsi olsaq, gəldik. Bu sualları izah elədik. Aha, bu sualların da hamısını izahını verdik. Və fikir verdinizsə, yeni suallar bu mexaniki cisimlərdə, bət cisimlərin xassələrində az idi. Daha çox mayelərdə idi. Şükürlər ki, onların izahını verdik. Hətta orada bəzi üsullar vardı ki, onların isbatlarını da vermişdik. Mən hesab edirəm ki, yəni burada problemi bir şey yoxdur. Sual izahı hələ ki bu qədər dostlar.